Hökümə İbrahim qızı Billuri 3 mart 1926-cı il Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya göz açıb. Bütün uşaqlar kimi o da qayğısız, xoşbəxt böyüyüb. Hökümə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona elə orada qalıb müəllim işləməyi təklif ediblər. O bu təklifdən fərəhlənib. İlk gündən etimadı doğrultmağa çalışıb. Gənc hökümə sevincini, kədər və intizarını poetik formada bildirməyi bacarıb. Hökümə çəkişmələrdən, didişmələrdən canını qurtarmaq üçün Arazın bu səmtinə təşrif gətirir. Qəlbinin kövrəkliyi az keçmiş dil açıb danışır. Kaş Təbriz olaydı bir də o günlər, qalib gəldiyimiz o aydın səhər. Azadlıq olaydı bir də ki zəfər, qəblərdə min ümid yandıran atəş, üfüqdən bayraq tək inəydi günəş. Gənc hökümə Sovet Azərbaycanına gəlməyindən peşman deyildi. O Səməd Vurğundan, Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən daim qayğı görüb 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub. 1952-ci ildə Hökümə Billuri şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan Şəhriyara müraciət yazıb. Qoy zaman dolansın, sənsə belə qal. Şair dəyişməyə tapmasın macal. Təbrizi, Zəncanı sən yadına sal. Gəl öpüm mübarək odlu sətrini, səndən Təbrizimin alım ətrini. Zamanəsində tanınmış ədəbiyyatşünas alimi, son dərəcə həssas, diqqətçil insan, Əli Sultanlı gənc şairin ilk Mənim Arzum və Ölməz Qəhrəman kitabları haqqında Ədəbiyyat və İncəsənət qəzetində geniş məqalə dərc etdirib. Tələbəlik illərini uğurla başa vuran hökümə Billuri Azərnəşrin bədii ədəbiyyat şöbəsində işə qəbul olunub. Yaradıcılığı məhsuldar olub. Şairin yadigarı Məndən Uzaqlarda şeirləri toplusu işıq üzü görüb. İctimai-siyasi fəaliyyətini nəzərə alıb, onu Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan Azərbaycan qəzetinin baş redaktoru vəzifəsinə təyin ediblər. Təxminən 4 il orada işləyib. Ürəyindəki arzuları poetik misralarını publisistik qeydlərlə oxuculara çatdırıb. Hökümə Billuri 1963-cü ildə İran-Azərbaycanın realist demokratik ədəbiyyatı mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. Bir il sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunub, ömrünün sonuna qədər orada çalışıb. Hökümə Billuri əməkdar incəsənət xadimi fəxri adına müxtəlif fərmanlara, diplomlara layiq görülüb. Görkəmli şairə Hökümə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat edib.